Narsistlərlə bağlı ən yaxşı həll yolu onlarla evlənməməkdir. Bunun üçünsə narsistlərin xüsusiyyətlərini yaxşı bilmək vacibdir. Ən əsas xüsusiyyətlərindən biri öz səhvlərini demək olar ki, heç vaxt qəbul etməmələri, başqalarının kiçik səhvlərini isə böyüdüb, öz böyük səhvlərini kiçiltmələridir. Hətta səhv açıq şəkildə ortada olsa belə, məsuliyyəti qarşı tərəfin üstünə atmağa çox daha meyillidirlər və bunu çox əla bacarırlar. Başqa bir xüsusiyyətləri isə hər şeyi bildiklərini düşünmələridir. Hər mövzuda sözə qarşı öz fikirlərini yeganə doğru kimi təqdim eləməyə çalışırlar. Eyni zamanda da çox vaxt çıxar yönümlü davranırlar. Əgər bir şey onların maraqlarına uyğundursa, yaxşı və doğru sayılır. Yox, əgər uyğun deyilsə, əhəmiyyətsiz hesab edirlər. Özünüzü qorumağın əsas qaydası budur. Davamlı nəyisə izah eləməyə, özünüzü müdafiə eləməyə və ya nəyisə sübut eləməyə çalışmayın. Çünki çox vaxt sizi həqiqətən də nə dinləməzlər, nə də anlamağa çalışmazlar. Onlar inanmaq istədikləri şeyə inanarlar və ona görə də onları inandırmaq çətindir. Bu səbəbdən vacib olan nədir bilirsiniz? Sərhədlərinizi müəyyən etmək və öz psixolojik sağlamlığınızı qoruyub saxlamaq.